Əziz izləyicilər, xoş gördük. Respublika qəzeti olaraq bugün sizi Novruz yarmarkasından salamlayırıq. Bugünkü buraxılışımız Novruz bayramına həsr olunub. Ayın 15-dən bəri açılan yarmarkada bugün sakinlərin də fikirlərini öyrənəcəyik. Novruz bayramı ölkəmizdə böyük coşqu və sevgi ilə qeyd olunur. Bu bayram təkcə ilin dəyişməsi deyil, həm də təbiətin yenilənməsi, bərəkətin rəmzi kimi qəbul edilir. Mart ayının gəlişi ilə şəhər və kəndlər bayram havasına bürünür. Küçələr milli ornamentlər və bəzəklərlə gözəlləşir. İnsanlar Novruza xüsusi hazırlıq görürlər. Hər il Novruz bayramı Azərbaycan xalqının ənənəvi olaraq qeyd etdiyi baharın gəlişini simvolizə edən mühüm hadisədir. Bu ildə Nərgiz Fondunun təşkilatçılığı ilə 15 martda Bakı sakinləri və qonaqları üçün baharın gəlişini müjdələyən Torpaq əlimdə, Bahar ürəyimdə xeyriyyə yarmarkası təşkil olunub. Bu yarmarka yalnız bayram ruhunu yaşatmaqla qalmır, həm də cəmiyyətin ehtiyacı olan uşaqlarına yardım etmək məqsədi daşıyır. Sevdiyimiz gözəl bayramımızdır. Yəni xeyriyyəçilik belki çox gözəldir. Yəni bu təşəbbüsü çox bəyənirəm. Ona deyim, mən nəvələrimdən gəlmişəm. Biz də əsas yeməklərə yaxınlaşdıq. Yəni yeməklərdən istifadə edirik. Tatlıdır, gözəldir. Halbuki suvenirlər də çox gözəldir. Keçən suvenirlər. Novruz havasını yansıdır biri. Havasına uyğun, çox gözəl. Buralarda keçən səfərlər, Novruz'a görə. Məncə hər şey gözəl. Çox sağ olun. Ən çox burada yeməklərdən kumpir, çiğ köftə, bir də McDonald's gəlir. Bura rəngarəngdir, çox qəşəngdir, xoş. Buradakı yəni markadan xoşum gəlir, papaq atmaqdan xoşum gəlir. 2019-cu ildən etibarən keçirilən yarmarka Novruz bayramının ənənəvi havasını Bakının mərkəzində hiss etdirir. Evlərimiz bəzənsin, toy bayrama qarışsın, hər həyətdə bir tonqala ulduzla yarışsın. Evlərimiz bəzənsin. İnsanlar Novruzu sevgi və təntənə ilə qeyd edirlər. Çünki bu bayram həm torpağın oyanışını göstərir. Səmənin nazlı gəlin, incə belində kəmər, baharın elçisidir, bəzəylilər vəkilər. Səmənin nazlı gəlin, incə belində